Firuzə danışdığımız kimi başqa yolumuz yoxdur. Salarıq qırmızılığımızı. Sen geç otur maşını. Geç otur maşında. Ha, yaxşı. Bircə Allah eləsin, Elza evdə olmasın. Ay sizin akşamınız xeyir olsun Sənan müəllim. Axşamınız xeyir Sənan müəllim. Hər vaxt xeyir olsun. Umay qızımız necədir? Yaxşıdır, evdədir. Buyurun, keçin. Necədir vəziyyəti? Dedim də yaxşıdır. Hoş geldin. Hoş gün olsun Humay. Həmişə ayaq üstə. Gel Bibi, sen de gel. Zeynep gel konağımızın elindekini götür. Hoş gelmişsin, gel gel geç. Hoş gün olsun Humay. Eşidəndən Elena rahat edim ki, şükür yaxşısın. Hə, bəxtim gətirdi, yaxşı qutardı. Doğrudan, axırıncı dəfə anamın yasında görüşmüşük. Bax necə tez keçir. Hoş gəlmisiniz. Buyurun geçin. Nəsə əhvalınız məni açmadı Sənan müəllim. Gözümə elə narahat dəyişsiniz. Bir sigaret yandırım. Sən götürməmişəm, yadımdan çıxıb. Siz necəsiz, Adəm müəllim? Hacan? Mənim əhvalım normaldır. Görürəm, sizin əhvalınız nəsə yerində deyil. Niyə? Sigaretiniz adətən sağ yan cibinizdə olur. Ora baxmadınız. Görək, o qədər fikirliyəm ki, başımı itirmişəm. Niyə fikirlisiniz, Adəm müəllim? İşlər o qədər tərs gəldi ki, fikirli olmamaq oldu. İndi görün neçə vaxtı mən nə vəziyyətdəyəm. Oğlunuz mənə dünən dedi. Amma mən bunu çoxdan bilirdim. Sənan müəllim, bilirsiniz bu necə oldu? Bilmirəm bu necə olur. Amma qardaşı qızını tanıyan bir əmi kimi bilməliydiniz ki, Umay heç vaxt ailəsindən heç nə gizlətməz. Bax, orasını düz dedi Sənan müəllim. Orası mənim ağlıma gəlməmişdi. Ağlıma gəlmədi ki,
Humay atasını təmizə çıxartmaq üçün məndən qabağa düşər. Bax, onu fikirləşməmişdim. Adəm müəllim, qardaşınızla aranızda nə olub, olmayıb, bunu özünüz bilərsiniz. Mənim bu söhbətə qarışmağım, kiminsə tərəfini tutmağım düzgün deyil. Bu mövzunu qoyaq bir qırağa. Əl verib görüşəndə dediyim sözü yadınıza salmaq istəyirəm. Mən özümü ona görə ortaq axtarırdım ki, işim biraz yüngülləşsin, ailəmə daha çox vaxt ayırım. Amma təəssüf ki, əksinə oldu. Sənan müəllim, bilirsiniz problem nədədir? Problem ondadır ki, mən əvvəlki kimi işə rahatlıqla gedə bilmirəm. Təklifiniz nədir? Bunun qərarını siz verin. Çok sağ ol Cemil, çok teşekkür. Bu arada tebrik ederim Elmi kızı. Eşidəndə elə sevindim ki, inşallah ne vaxt gedirsən Rusiyaya? Humay, o biraz uzun söhbətdir. İnşallah görüşərik, danışaram. Kim lazım Aybacı? Bura gelmişim de, bu eve. Bura niye gelmişsin? Kim lazımdı? Sen kimsin? Ne oldu? Adın yadından çıktı. Burada yaşayanlar hardadır? Bir sen deyilə görüm kimsən, nəçisən? Sonra ben sen sualıma cevap verim de. Nuş olsun. Ayça? Derim nuş olsun. Çok sağ ol. Humay xanım, eğer mənə ait bir iş yoxdursa, olar mən gedim. Əlbəttə gedə bilərsən, çox sağ ol. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Qadını görəndə elə bildim baldızımdır. Yox, baldızım evdə yoxdur. O qulluqçudur. Bəs gecə vaxtı hara getdi? Sizlə yaşamır? Bizim evdə balaca bir tikili var, orada qalır. Hə, Adəm. Bax gönül, yine sağ olsun Laçın. Axır ki bu oyunlara son koydu. Laçınmışkən dediyi sözə görə o qədər peşmandı ki, az qalır da olasın. Deyib sənə? Sənə deyibsə deməli peşmandı. Yaxşı ki xətrinə dəyməmişəm. Ne oldu Ayta? Niye böyle tez geldin?
Müəllim evdə yoxdur. Anagilərə gəlmirlər. Müəllim evdəydi, gördün. Söhbət elədiniz, alınmadı. Ne oldu hayata, cevap ver, narahatam axı. Deyən qoy, ağlım üstüme gelsin, diyeceğim. Ne danışdınız? Görürəm sizin də söhbətsiz alınmayıb. Çaylara dəl dəyməyiblər. Dalaşdınız? Yox, ay qız, dalaşmaq nədir? Bəs içeri gəlmədi. Sözün düzü heç özüm də onu içeri dəvət eləmədim. Söhbətimizi ayaqüstü həyətdə elədik. Ne dedin ki? Sənin demək istədiklərini səninlə narahat eləyirdi. O ne dedi? İmkan vermədim danışmağa. Eğer bir adam yalan danışabilirse Umay, ona kulaq asmağın mənası yoxdur. Ayrıldınız? Qərarı bıraxdım onun öz ixtiyarına. Özünə hörmət eləyirsə, özü çıxıb getsə yaxşıdır. Sən xətrinə ondan sərt danışmadım. Günahlarını sənə görə ona bağışladım. Bir də mən səndən üzr istəyirəm. Atını aldığım ev söhbətini eləyəndə dedim ki, qardaşlar arasında nə olubsa günah sənin atandadır. Deməli tələsmişəm. Nəticə çıxarmağa tələsmişəm. Üzürlü say. Canı sağ olsun. Akşamı xeyir. Her vaxtın xeyir. Gel de gel içeri. Kimler var, ne tədbirdir? Bak işe hiçbir tedbir zad yoksa ya, konağımsa. Ha, Sen niye böyle narahatsan ki? tam ricətdi sən müəllim ilə. Dedim birdən yığışıb gələrlər bura, sən də məni ona görə çağırarsan. Atan sana müəllim gilə niye gedib ki? Səbəbini bilmirəm amma ehtimal var. Gel de gel içeri. İçeride danışalım ki. Atam da məni təəccübləndirə gedir də.
Əgər sən də Sənanla söhbətini demisənsə, deməli ona görə gedib. Yəni, Humayun xəstəxanadan çıxmağa filan bəyanə. Bəs sən təəccübləndirən olur? Qardaş, deyim, xətrə dəyməsin. Əgər yoldaşını, qızını, oğlunu özünlə aparırsa, deməli üzünə yaşmaq aparır. Dindik könül arzuları, dindik könül arzuları. Aylar geçer, il dolar, yine kalbim seni anarım. Aylar geçer, il dolar, yine kalbim seni anlar. İkimizin canı üçün ilk gündən elə narahat idim ki, düz indi şükürlər olsun, hər şey yoluna düşdü. Atam səhv eləyib, özü çox böyük səhv. Şey deyənmərəm, söhbətləri indi necə alınacaq? İnşallah alınmaz. Mən o kişini gördüm də. Çox təmkinli adamdır. O kişinin söhbəti mənim dədəmlə tutmasın. Ay sağ ol. Bax, indi çox yaxşı yerə toxundu. İndi deyim və indi xətrə dəyməz. Kişiyik də indi öz aramızda kişi kimi söhbət edir. Sənan müəllim hər şeyi bilir. Bir Humayla sənin münasibətindən başqa. Yaxşı ki də onu bilmir. Bilsəydi bir yapışlıq olardı. Hələ yaxşı ki maşın Humayı sənin mağazana çatmamış olur. Bacım qızı olsa da görsən olanı danışıram. Bilmək olmaz ki, hep sən nə deyəcəkdir. Qadındır da, ola bilsin hissinə uduzdu. Sən nahaq görüşə razılıq vermirsən. Ay, məkan atmaq nədir? Ay, çok qadın alıbsın. Adını eşidəndə həmin yerdən qaç. Özün evlənənə qədər. Ailəsini söz-söhbət düşər. Ayıb taxın. Düz deyirsən Şəms. Səhv eləmişim, pis olmasın. Səhvdir də qadası. Günah deyil ki, səhvi hamımız edirik. Əsas odur, Adəm müəllim məni işdən çıxartmayınca sakitləşmir. Səni atam işdən çıxartdı. Yox, günahına girməyim. Atan eləmədi, amma onun badına getdi. Sənan müəllimin bacısı Elza, orada duyuq düşmüşdü. Da, sən onları tanıyırsan, sən onları tanıyırsan, canımı yığdı boğazıma. Mən də nə qədər yalan danışım. Başım götürüb qaçdım. Yaxşı kəsəbi deyilsin. Görürəm zarafatla danışsın. Atama cavab qaytarmağına bəlkə azığını tutmuşdu. İkimiz də acıq, ona görə söhbətimiz tutmur. İndi düzələr. Buyurun müəllim, bu sizə çatacaq. O nədir? Bunun kim verdi? Bir nəfər müştəri. Hansı masada əyləşmişdin? Bilmədim hansı masada əyləşmişdi. Kağızı verdi və getdi. Kişi idi yoxsa qadın? Bir nəfər xanım idi. Çoxdan gedib? Tapşırdı ki, o gedəndən sonra verdi. Hoppa! Görürsən, təmiz niyyətli olanlar belədir. Dəvət eləyən kimi düzülü gün doğur. Buyur. Cırtulla getsin. Cırtullana da belə şey cırtullayarlar. Ha götür qoy cüvvə, dünyanın işini bilmək olmaz. Ən azı bir xatirə deyil. Şəmsi, mən xatirələrdən qaçmam. Elə o, xatirələrdən qaçmaq üçün lazımdır. Hər kimdirsə, əməyinə hörmət elə, ayıbdır. Əlaçın.
Hansı restoranda? Ha, yaxşı, indi gəlirəm. Başım idi zəng eləyən. Ha, Restorandadır. Nə münasibətlə xeyir ola. nə bilim, Aytı. İş adamıdır da, yəqin kimlənsə oturub. Hansı restoranda? Adını Peaky Blinders dedi. Nədir də söhbət edirsiniz orada? Laçın restoranda oturub dedi, gəl məni götür. Könül düş, Eldar gedəsi oldu. Ad dəymə, qoy könül də getsin. Qızım, otur sən də get. Bacınla bir yerdə gedin. Geç. Axşamınız xeyir xanım. Sən həbsdə olduğunu Şəmsiyə demişdin. Bəli. Bəs mən səninlə söhbət edəndə niyə demədin? Nə bilim valla. Ehtiyac görmədim. Heç siz də soruşmadınız axı. Gərək elə soruşaydın. Elsa xanım, mən hardan biləydim ki, Şəmsi müəllim sizin gəlinin dayısıdır. Yaxşı. Arasatçılar son oyunda məğlub oldu. Bir gün əgər statistikaya getməli olsaq, kubok maçlarını kənara qoysaq, son 10 günlük maçında yalnız bir qələbəyə sevinir. Düzdür, bəzi oyunlarda baxırıq, İstər bu oyunda da olsun, deyə bilmərik ki, Arasatçıların futbolu faciəvi oyunları oynaya bilmirlər. Yox, hücum edirlər, şən komandadır, maraqlı oynamağa başlayırlar ki, elə. Əslində belə deyil, bəzən deyirlər Araz Naxçıvan haqqında ki, bu Elvan Bakşevin Qəbələdəki komandasıdır, amma mövsümün əvvəlində daha çox hesaba yönəlik futbol oynayırlarsa, əks hücumlarda. Axşamın xeyir olsun. Hər vaxtın xeyir olsun. Niyə belə ləngidim? Şəmsinin qonaqlığından gəlirəm. Nə qonaqlıq? Sənin bu təzə qohumların maşallah olsun, çox fərasətlidirlər. Sən demə bu Şəmsi bəy var ha. Adəmin zirzibillərini örtbastır elədiyi müddətdə özünə təzə iş axtarırmış. İş tapan kimi gəlib hər şeyi sənə danışıb. Kişinin oğlu öz aləmində güyan qəhrəmanlıq eləyib də. Harada girib işə? Bəs demirəm qonaqlığa çağırmışdı. Restoranda işləyir də. Sara evdə yoxdur. Evdədir. Bəs mənə niyə zəng eləyir? Aycan, mələyim. Bibi, nə vaxt qalxırsan yuxarı? Sənin otağındayım. Sən gəl də aşağı, ata ilə söhbət edirik. Yox, mən gəlmirəm. Hə, yaxşı, indi qalxıram. Uşağın xətrinə dəymirsən? Nə dedi ki? Dedi, mən aşağı, dedi, gəlmirəm. Mübahisə eləmişsiniz? Yox, mübahisə eləməmişik. Çünki mən ona baş qoşmadım. Əslində o bizim xətrimizə dəyib. İnanmıram. O səni də, bacısını da çox istəyir. O sizin xətrinizə dəyməz. Gedim görüm mənim mələyimi kim incidib. Can, bibi sənə qurban olsun. Görüm mənim balamı kim incidib. Salam, ay gözəllik. Can, bibi sənə qurban.
Məni çağırmısan evə, özün də evdə tapılmırsan. Ay qız, qorxutdun məni. Telefonda elə danışırdın, elə bildim əsəbisən. Mən niyə əsəbi oluram? O deyil, Göyçək Fatmanın payını verib göndərmişəm otağına. Humaya. Bu evdə ondan başqa Göyçək Fatma var ki? Gel otur. Sen canım ne demişsən? Mən ata Leylaş oturmuşduq. Bir də gördüm Göyçək Fatma gəldi. Görən kimi ataya dedim ki, ata mənzərə pozuldu. Sən an ne dedi? Hər ikisi pərt oldu. Bibinin balası sanda. İndi gözləyək görək Şahənşah nə vaxt gəlir. Zəng elə də denən gəlmişik. Yox, yaxşı alınmıraq. Bəlkə qonağı var. Qalxmaq fikri olanda özü zəng eləyəcək. Amma acından öyrənməyə bacı. Sənan müəllim gilə gedəndə elə bildim mən də girəcəm evə. Dedim yəqin süfrə zada çallar. Aha, qaqaş çıxdı. Təkdi ki, bəlkə gedək. Gedək. Laçın oturub çay içər, biz yemək yeyərik. Dayan. Git otur maşına. Az git otur da nədir? Gedib şəmsiyyə bir masada oturmaq istəyirsən? Çox sağ ol, Şəms. Hörmətli artıq olsun. Sən onunla gəlmişsən restorana. Onunla gələndə nə oldu? Axşamın xeyir bacı. Salam qaqaş. Sən çağırmışdın o. Onun nə fərqi var ay Firuzə xanım? Fərqi yoxdur, şəmsi sifət. Bu ac deyil. Hə, dedi ki acından ölür. İstəyirsən gedək sənə bir yaxşı qonaqlıq ver. Yox, lazım deyil. Atanın şilləsi deyəsən sənə azlıq eləyib. Çox danışmayın, maşınınız. Gedən kimi deyəcəm. Deməyən kişidir. Xahiş edirəm, dalaşmayın da nə olar. Onsuz da atan qanı qaradır. Niyə? Canan müəllim az yola saldı. Ona görə... Daha ayrıldınız da Adəm. Bunun nəyini fikir edirsən? Az bilirsən harada ilişdi? Hər şeyi gözümün altına alıb getmişdim, ancaq bir dənə bu mənim ağlıma gəlməmişdi. Ağzımı açıb danışanda dedi ki, mən bu məsələni çoxdan bilirəm. Humay deyil. Firuzə, Humay deyildir. Yolda gələndə yadıma düşdü ki, Humay rayondan qayıdıb gələndə Sənan bizim ofisdə bizi bir otaqda tək qoyub çıxdı. Nətər ağlıma gəlməyimi. Ağlıma gəlməyibdi ki,
Sənan kimi bir kişi niyə otaqda arvadından məni təhbədək qoyub çıxsın? Özü bacısını götürüb çıxdı. Heç ağlama gəlməyir mi? Ay kişi, çox fikir eləməyi. Çox şükür, pulun cibində, ağlın başında. Bundan sonra nə Sənanı görəcəyik, nə Şəmsini. Belə olmağa yaxşı oldu. Homay söhbəti də yaddan çıxar. O da düzdür. Qalır bütçə Həmid. Dünən Laşın deyəndən gözləyirəm görəm mənə zəng eləyəcəkdimi? Bir sutka keçib, hələ xəbər yox. Deməli gedib pulun dalınca. Görən tapmayanda neyniyəcək? Səhər gözləyək. 100% sıxıb xard olsa qayıdıb gələcək. Görə hansı avazla gəlir? Mən elə gəlir ki, gəlib səndən borc istəyəcək. Hirsimlə gülürəm. Ay ağlına keçə yamayım. O boyda pul borc istəyərlər. Tutaq ki, mənim var verdim və onu nətər qaytaracaq? Da onda qalır birdən Sənan. Geçsin kürəkənindən alsın ödəsin. Bizə nə dəxli var? Deyəsən uşaqlar gəldi. Hə, uşaqlardır. Firuzə, bəlkə gedim girim otağa. Laçınla üzə gəlmək istəmirəm, qorxuram dalaşıq. Boy, Laçınla niyə dalaşırsan? Az dindi yəqin bu Eldargil ayrılmaq söhbətini çatdırıblar da. Gəlib qınayacaq, qorxuram artıq əksik danışar, mən də əsəbləşərəm. Bax da. Gedim ya, gedim. Axşamın xeyrətə. Hər vaxtın xeyir. Həmid əmin gördün? Yox, görməmişəm. Bəs zəng eləyərdin də, dedim axı gəlin. Mən niyə zəng eləyirəm, hə? Zəng eləyənə nə olur ki? Həminin canına azlar olur. Gəlib eş xoş gəlməyəydi. Böyük qardaşıyam, bir zəng eləsin. Qapım açıb içəri girsin. Bu deyil, balaca qardaşım Eldar. Bir dənə maşın söhbətinə görə şillanın altına saldı. Cavab qaytardı, yox. Həmid də onun kimi. Böyük qardaşıyam, hörmətini saxlasın. Əsəbləşmə qadına. Atam biraz əsəbləşib. Qədirmi bili, görsən, yaxşı qardaş kimi ata mənim nümunə göstərir. Bayaqki söhbəti desəydim, indi qırğın düşmüşdü. Ana, acından öləm, Allah haqqı qarnım qurulduyur. Çay süzüyorum qaqaş.
ki Cihangir özü? Yok. Olmay dedi axı. Görmüşəm göz axı. Özü dedi. Görmüşəm. Həmid başını itirmə bir dəqiqə Seymur. Cihangir'e. Bir dəqiqə. Zəng etdiyiniz nömrə təyin olunmayıb. Nömrə mübahisə номер не определен. Sağ olsanlar, sondan Şəmsi bizdən işdən çıxdığını sənə deməyib? Yox. Restoranda işlədiyindən də xəbərin yoxdur? Yox, dünəndən heç danışmamışıq. Narahat olma. Nə bilirsənsə de. Bu da əmin günün söhbəti deyil ki. Getdilər Bibi Qurban. Hə, bibi taksi ilə yola saldım. Aeroportda neçədə olmalısan? 1 saatdan sonra. Hazırda səni özüm aparacağım. Sən əziyyət çəkmə, mən apararam. Əziyyət falan yoxdur, özüm apararam. Niyə elə mən aparım da? Mən aparanda nə olar ki? Yaxşı. Bilsəydim sonra səndən gedəcək, mən də Leylişimi aparardım. Zeynəb aparır da, nədən narahatsan ki? Şəmsi sənə heç nə deməyib? Nə barədə? Zeynəb barədə. Şəmsi Zeynəbi tanıyır ki? Əlbəttə tanıyır. Mənlə görüşməmişdən əvvəl Şəmsinin yanına gəlib gedibmiş. Şəmsinin də ondan nəsə heç xoşu gəlmir. Yox, dayı o qadın barəsində mənə heç nə deməyib. Mən hazır. Yaxşı, sizə nuş olsun. Mən getdim. Görüşək bibi. Can, bibi sənə qurban olsun. Görüşək mənim mələyim, görüşək. Sağ ol bibi. Yaxşı yox. Söhbəti hardan çıxdı? Dayı bundan sonra işimiz var da. Kefi buyuranda istədiyi yerə gedəcək. Hardan çıxdı yox, mən demişəm. Hələ dedim ki, kursdan sonra get qardaşın yanına. Onu evdə saxlayıb neynəyəcəksən? Beynin buyuramda üstünə qışqırmaqdan ötürü. Telefonu da qaytar ver özünə. Daha kursa gedirdi deyə verdim. Dedim birdən gecikib eləyər. Danışım. Ayda çayını iç də, bəs sən gelmirsən? Yox bala, mən gedəsi olmadım. Üzümə nəyə baxırsan? Dünün axşam maşında dediklərimi yadından çıxır? Yox, hamısı yadımdadır. Başa düşdüm də ayrılırsınız. Bəs ayrılmaqdan ötürü getmək lazım deyil.
Ha, səni boyda mənim oğlum var. Sən get. Get otur atanın yerində. O Elzadan, Sənandan kim gəlsə, səni çağırsalar deyəsə imza atmağa, gətirəsən evdə imzalayaram. Mənim qızara Sənanla üzə gələsi halım yoxdur. Ha, yaxşı, başa düşdüm. Onda mən deyirəm. Özündəki utanıb eləməyi. Atanın söhbətindən sənə nə dəxli var? Sən özü müdür oğlu kimi apar. Eldar. Dünən daha hamının qanı qaraydı. Üstünü vurmadım. O neydi qardaşına dedin? Dedim bayaqkinin desəm evdə qırğın düşər. Axşam nə olmuşdu ki? Vatın restoranda bilirsən kimlə oturmuşdu? Kimlə? Şəmsi ilə. Hələ çıxanda bilirsən bizə nə dedi? Dedi ki, aclığınız varsa gedək siz də oturun. Lənət şeytana. Bu da belə oğuldu da. Nə dədə sayır, nə ana sayır. Hörmət qoymur da bizə. Mən nə qədər eləyirəm ki, laçından bir şey tapam, alınmır da. Dədəsinin də sözünə qulaq asmır. Nə deyir, orada qalır. Öz bildiyini eləyir. Bunu onun özünə demək lazımdır. Özünə nə deyim? Özü görmədi, Şəmsi ölmüş, evimizə nə qırğın saldı. Dədən öldürmüş deyim məni. Ataya deyib, qoy onun da cəzasını versin. Qoy biraz gözləyəydi. Bunlardan da ayrıldıq. Və bir dolan üzün görməyəcək. Şəmsi zətdə yaddan çıxacaq. Çətin. Yaxşı qodan olub, yaxşı. Sən get işindən qalma. Get. Adem. Hı. Ayrılmışsınız da. Niye fikir ediyorsun? Ne yemek yiyirsen, ne çay içirsen. Niye fikir ediyorsun? Bu boyda fikir eləmək olmaz axı. Həmidin də boynu yerə soxun. Biz ona kürəkən göstərməliyik. Deyərik ki, qızımızı vermişik, kürəkənimiz də Rusiyada. Həmid gəlib hər gün bizdən kürəkənimizi soruşmayacaq ki. Özünə əmr eləmək olmur da beynimdən çıxmır. Nə haqqında fikirləşirəmsə, yenə fırlanıb gəlib həmin söhbətin üstünə çıxır. Gəl mən sənin fikrini yayındırım. Hı. Axşam Sənangildə o qadını gördün. Sən zəng eləyəndən sonra bayra bir xanım çıxdı. Hə, o bəstə boy qadın deyirsən? Hə, gördüm. Nə olsun ki? O qadın Sənangilin qulluqçusudur. Hı. Onu bilsən mən harada görmüşəm? Harada? Evdarla kəndə getmişdik axırıncı dəfə, sən göndərəndə. Hə. Bax onda, pul basırılan yerə baxıb gələndə həyətdə gördün. Hansı həyətdə? Həmidgilin həyətində. Aha. Bax, həmin bu qadın idi. Qulluqçunu ora niyə göndərsinlər ki, özdə qadın xayələ? Göndərməmişdilər, özü gəlmişdi. Məndən də soruşdu ki, bu evdə yaşayanlar hanı? Tanıyırdı Həmidgili. Heç kimi tanımırdı. Soruşdum, dili topuq vurdu. Hələ deyirdi ki, burada yaşayan arvada paltar satmışam.
Almaza? Hə. Yalanın ağzına gələni deyirdi. Mən ona deyəndə ki, burada olan arvad bir il bundan qabaq ölüb. Başını saldı aşağı, çıxdı getdi. Başa düşəmədim. Heç mən də başa düşə bilmədim. Dünən görəndə səni tanıdı? Yaman çox baxırdı üzümə. Bilmirəm, tanıyıb baxırdı, yoxsa baxıb yadına salmaq istəyirdi. Hə, lənət şeytana. Canıma vahimə düşdü. Canıma vahimə niyə düşür? Qadan onların ürəyinə. Ay qız, həmin axşam Humay ora getmişdi. Özü gedirdisə, qulluqçu niyə göndərir onu? Nə bilirsən? Bəlkə heç o vaxt Sənangildə işləmirmiş. Bəlkə Humay onu rayonda görüb. Bəlkə avtovağzalda görüb. Görüb, götürüb aparıb evlərdə qulluqçu işləyir. Bilmirəm. Hürüzə bilmirəm. Mən gedimi? Hara? Gedim Laçının mağazasına. Mənim də ata başıma kül. Uşaq mağaza götürüb işlədir. Bir dəfə mənim ayağım ora dəyib. Fikirlisən ata. Deyəsən işdə çox yorulursan. Sən axşam hiss eləmədin ki, xətrimə dəydin. Niyə? Mən elə fikirləşirdim ki, sən artıq böyümüsən. Nəzərindən heç nə qaçmır. Hər şey həssas yanaşırsan. Mən neynəmişəm ki, ata, və yaxud da ki, neynəməliydik? O nə sözü də axşam dedin? Humayı görəndə, özdə mənim yanımda. O nə sözü idi dedin? Mənim yadımda deyil. Humayı görəndə demədin ki, mənzərə pozuldu. Yadında deyil bu. Utanmırsan o sözü deyirsən. Bəs fikirləşmirsən ki, atanı Humayın yanında yerə vurursan? Mən Humayı qətiyyən fikirləşmirəm. Sən Humayı sevməyə bilərsən. Amma ona hörmət eləmək sənin borcundur. Sən səhv eləyirsən, ata. Əgər belə bir fikrin var idisə, bu qərarı çoxdandan verməliydin. Mən balaca olanda. Sən gecikmirsən, özdə çox gecikmirsən. Özün demişkən, qızım böyüyüb hər şeyi dərk eləyəndən sonra məndən tələb eləməməlisən ki, anamın yerinə gətirdiyin qadına hörmət eləyim. Hara gedirsən? Taksi ilə gedəcəm, sağ ol. Ay can, bibi qurban olsun sənə. Çatdınız? Hə, çatmışam bibi, amma tək gəldim. Yolda ata ilə mübahisəmiz düşdü. Niyə? Humaya görə. Ata mənə dedi ki, sən ona hörmət eləməlisən.
Mən də dedim ki, anamın yerinə gələn qadını mən qəbul eləmirəm. Bəs Sənan nə dedi? Dillənmədi. Başa düşmədim. Sən niyə getdin? Sənan sənə dedi düş maşından. Yox, maşından özüm düşdüm. Dedim taksi ilə gedirəm. Sənan da dillənmədi. Dedi qayıt. Mən qulaq asmadım. Qapını örtdüm, getdim. Sağ ol Sənan. Hə, bax belə bibi. Təyyarə nə vaxtı qalxır mənim balam? Gəlim? Yox, bibi, ehtiyac yoxdur. Çatanda özüm zəng vuracam. Müğayət ol özündən, yolun açıq olsun mənim balam. Hələlik bibi. Oldu. Humay yoxdur? Yox, mən gələndə heç kim yox idi. Ola bilsin dincəlir. Nəsə demək istəyirsiniz? Gəl belə eləyək də. Elə bil mən sənə heç nə deməmişəm. Özün şələşüləni yığ, çıx get. Nə baxırsan əzizim? Mən sənə nə demişdim? Demişdim ki, həbsxanada olduğunu heç kim bilməsin. Düzdür? Sən də Şəmsiyə deyilmişsən. Onsuz da sən hamısı səni qovacaq. Elə salamatı, heç kimdən heç nə eşitməmiş, üzü sulu ikən. Özün səbəbi tap, çıx get. Yaxşı. Elə indi get. Sənan gəlib səni burada görməsin. Oldu. Gedərəm. Zeynəb. Hara gedirsən? Bayaqdan elə mənə deyir ki, işim çoxdur, çatdıra bilmirəm, yoruluram. Üstəlik də uşağı məktəbə aparıb getirmək lap mənə çətindir. Bir də işdən çıxmaq istəyirəm, mən də dedim getdə. Məktəbə getmək səni yorursa, dayıma deyərəm, Leylanı yenə o aparır. Yox, day mən qərarını verdim, getsin. Yox, getməsin, qalsın. Onu mən gətirmişəm. Mən də deyirəm, getsin. Mən də deyirəm, qalsın. Sən mənim sözümün üstünə söz gətirirsən. Zeynəb, sən get otağına dincəl. Narahat olma, get. Get dincəl. Bu nə sifətdir mənə eləyirsən? Mən neynədim ki? Day, neynəyəcəksən ki? Mən ona deyirəm, rədd olub çıxıb getsin. Sən durub mənimlə mübahisə edirsən, özü də onun yanında. Mübahisə eləmirəm. Deyirəm ki, qalsın. Day, mübahisə necə olur ki? Nə demək istəyirsən? Demək istədiyimi dedim. Səndə təzə buynuzlar çıxıb ha. Saraya dil uzada bilmirsən, hirsini mənim üstümə tökürsən. Elza, sənə neçə dəfə demişəm. Bir də yadıma salıram. Məni təhqir eləmə. Mənim də dilim var. Mən də acı danışa bilirəm. Sağ ol Humay. Nə deyəcəksən ki? Əvvəla, Saraya mənim acığım tutmur. Sara anasız böyümüş uşaqdır. Sənin təsirin altında böyüyüb. Yəni, onun məni qəbul eləməməyi,
qəbul eləmək istəməmək normaldır. Yəni ki, mən onu səndən daha yaxşı başa düşürəm. Səni indi tanımağa başlayıram. Nə gözəl bəzəyirsən. Mən qətiyyən bəzəmirəm. Bəzəməyi sən yaxşı bacarırsan. Niyə qovursan o yazığı? Bəlkə əsl səbəbini deyəsən. Əsl səbəbi nədir ki? Sən Zeynəbi evə gətirəndə bilirdin ki, o həbsxanadan çıxıb. Dayım mənə demişdi. Dayım onu xəstəxanada görəndə mənə dedi ki, o həbsxanadan çıxıb. Elza nə əcəb onu bu evə gətirib? Nədir? Mən yalan danışıram? Ya mənim dayım yalan deyir? Dayım başqa nə deyir? Başqa nə deməlidir ki? Bilmirəm. Şəmsidir də, şər də ata bilər. Yanıma o qədər adam gəlib gedir ki. Dayım sən fikirləşdiyin kimi adam deyil. O sən qeybətini eləmir. Neynək? Tək elə olsun. Bitti. Bitti bu söhbət. Zeynəb söhbəti bitti. Bitti. Amma bizim üçün bitti. Sözsüz ki, sən dayına məndən çox inanırsan. Sözün düzü Şəmsinin mənə nəsə dediyi heç yadıma da gəlmir. Bu söhbətə qayıtmaq da istəmirəm. Onsuz da nə desəm də sən mənə inanmayacaqsan. O ki qaldı Zeynəbin söhbətinə, neynək? Qoy qalsın. Amma adam öldürüb həbsxanaya düşən qadını evdə saxlamaq sabah evdə nəsə itədə bilər. Və yaxud zəhərlənə bilərsən. Sən istəyirsənsə qalsın. Burada niyə dayanmısan? Sizi gözlüyordum. Gəl otur. Tələskənlik elədim sizə, bağışlayın Elza xanım. Ürəyim dözmədi. Küçəyə də ona görə çıxdım ki, bizim söhbət elədiyimizi Humay görməsin. Əvvəl heç nə başa düşmədim, duruxdum. Amma sonra holda Humayı görəndə başa düşdüm ki, siz onun orada olduğunu bilirmişsiniz. Ona eşitdirirmişsiniz. Afərin sənə. Deməli, zənnimdə yanılmamışam. Sən həqiqətən də ağıllı qadınıymışsan. Sağ olun. Elza xanım, vallahi o qədər inandırıcı danışdınız ki, az qalsın inanacaqdım. Amma sonra birdən yadıma düşdü ki, axı özünüz demişdiniz ki, Humayın yanında qəsdən acı danışacaqsınız. Afərin, halal olsun sənə Zeynəb. Mən işimə davam edeyim. Hə, Elza xanım, güdməyə davam edeyim. Hə, əlbəttə, mütləq. Hələ bizim səninlə qabaqda daha ciddi işlərimiz var. Mən hazıram Elza xanım. Hər şeyə hazıram. Oldu. Gedə bilərsən Zeynəb. Sağ olun.
Ürəyim düşdü. Elə bildim çıxıb getmisən. Yox, küçədəydim. Niyə? Getmişdim Ezra xanımın etibarını qazanmağa. Siz mənə nə demişdiniz? Dediniz axı Ezra xanıma xidmət eləməkdə davam edeyim. Aha. Boynuna qoydum. Güya məni qovmağı sizə göstərmək üçün imiş. İnandıra bildin? Bəli. Bilirsiniz niyə inandı? Çünki o məni işə götürəndə özü demişdi ki, Humay xanımın yanında səndən acı dil danışacağım. Elə o sözündən istifadə elədim. Qəribədir, nə əcəb razılaşıb. Onu narahat eləyən Əmimgil idi, Əmimgil də öyrənib. Görürsən bundan sonra nə tapşırıq verəcək? Arxayın olun Humay xanım. Nə desə, nə soruşsa mən hamısını sizə deyəcəm. Humay xanım, bir sözdə mən soruşa bilərəm. Hə, əlbəttə soruş. Axşam gələn qonaqlar əminizin ailəsi idi. Hə. O bibi dediyiniz qadın da əminizin yoldaşıdır da, hə? Düz başa düşmüşəm. Hə, niyə soruşursan ki? O qadın mənə elə tanış gəlir ki. Harda yaşayırlar? Onlar şəhərə təzə köçüblər. Ünvanlarını bilmirəm. Əvvəl harda yaşayırdılar ki? Rayonda, Cığırlı kəndində. Zeynəb, nə yaman çox sual verdin? Sən onu hardan tanırsan?